Bugün sizinlə yeni dərslik əsasında 8-ci sinifdən deməli, birinci bölmənin ikinci mövzusuna baxırıq. Hüceyrənin üzvü birləşmələri. Bilirik ki, karbon yer qabığının nisbətən nadir kimyəvi elementlərindən biridir. Necə ki, havanın tərkibində karbon 0,3% idi. Eyni zamanda yer qabığında da çox nadir rast gəlinən kimyəvi elementdir. Amma canlı hüceyrədə, orqanizmlərdə kütlecə ən çox yayılmış ikinci elementdir. Bildik ki, birinci element oksigendir, ikinci ən geniş yayılmış element isə karbondur. Və üzvü birləşmələrin tərkibində, bütün üzvü birləşmələrin tərkibində təbii ki, karbon elementi vardır və karbon bütün bioloji molekullarda mövcud olan elementdir. Və karbon deməli atomları da bir-biri ilə müxtəlif cür deməli birləşmələr əmələ gətirə bilir. Müxtəlif skeletlərin yaranmasında iştirak edir. Belə ki, kiçik atoma malik olan karbon atomları bir-biri ilə bağlanaraq düz zəncir, məsələn, bax burada görürük, qısa zəncir əmələ gətirir və yaxud da düz uzun zəncir əmələ gətirmiş olur və yaxud da şaxələnmiş zəncir yaratmış olur. Baxın, karbon şaxələnibdir və yaxud da halqa şəkilli deməli forma əmələ gətirərək sanki bir skelet əmələ gətirmiş olurlar. Karbon atomları eyni zamanda oksigen, hidrogen, azot, kükürt kimi digər atomlarla da güclü və sabit deməli kimyəvi rabitənin əmələ gəlməsində bir xüsusiyyətinə belə bir rabitə əmələ gətirmək xüsusiyyətinə malikdir. Və bunun hesabına karbon atomları fərqli xüsusiyyətlərə malik olan üzvü birləşmələrin müxtəlif qruplarını əmələ gətirir. Yəni karbon bütün digər üzvü birləşmələrin hamısının tərkibinə daxildir. Çünki o həmin üzvü birləşmələrdə oksigenlə, hidrogenlə, azotla, kükürdlə müəyyən rabitə əmələ gətirə bilir. Və biz üzvü birləşmələr dedikdə təbii ki, onlar hamısı karbon əsaslı, karbon tərkibli birləşmələr nəzərdə tutulur və kimyəvi tərkibi, quruluşuna görə də bu üzvü birləşmələr bir-birindən fərqlənir və həmin üzvü birləşmələr hüceyrələrin strukturunu təşkil edir. Təbii ki, hüceyrənin strukturu deyəndə onun qılafıdır, tərkibində olan orqanelləridir və digər strukturları. Həmçinin də həmin o üzvü birləşmələr hüceyrələrə enerji verir, enerji ilə təmin etmiş olur. Karbon tərkibli elə üzvü birləşmələr də var ki, onlar hüceyrə daxili proseslərdə iştirak edərək hüceyrə daxilinin tənzimlənməsində, hüceyrə daxili proseslərin tənzimlənməsində iştirak edir. Məsələn, zülalların zülal tərkibli olan fermentləri deyə bilərik ki, onlar tənzimlənmə funksiyasını həyata keçirir. Halbuki hansı ki, onların tərkibində də karbon elementi vardır. Karbohidratlar, üzvü birləşmə, lipidlər, zülallar, nuklein turşuları ən mühüm üzvü bioloji üzvü birləşmələrdir. Və bunlar iri molekullu üzvü birləşmələrdir. Biz burada deməli müxtəlif prosesləri görmüş oluruq. Gəlin bu şəkildə də baxaq. Burada biz kondensləşmə prosesini görmüş oluruq və hidrolizi görmüş oluruq. Əgər iki molekul birləşərsə və həmin molekullardan bir dənə su molekulu çıxarsa, baxın buraya yazıram. Bu molekul birləşdi, su molekulu çıxdı, oksigen qaldı və nəticədə rabitə yarandı və bir molekulda su çıxdı. Yəni suyun çıxması ilə gedən prosesə biz kondensləşmə deyəcəyik. Yox, əgər suyun iştirakı ilə iri molekul suyun iştirakı ilə kiçik sadə molekullara parçalanırsa, biz buna üzv birləşmələrin parçalanmasına hidroliz deyəcəyik və hidrolizin getmək üçün mütləq su molekulu iştirakı vacibdir. Demək ki, bu həmin iri molekullu birləşmələrin əksəriyyəti bir-biri ilə birləşərək uzun zəncirlər əmələ gətirən eyni və ya oxşar, nisbətən sadə quruluşlu çoxsaylı molekullardan ibarət olurlar. Uzun zəncir əmələ gətirən. Bunlar haqqında danışacağıq. Canlı hüceyrələrdə biokimyəvi reaksiyalar zamanı fasiləsiz olaraq su molekullarının ayrılmasıdır və bu zaman iri molekul əmələ gəlir. Təbii ki, buna biz kondensasiya dedik yuxarıdakı şəklə əsasən və yaxud da suyun iştirakı ilə onların sadə tərkibi parçalanması, hansı ki biz buna bayaq hidroliz dedik ki, bu proseslər gedir. Yəni, kondensləşmə və hidroliz prosesləri cəmi bunların hamısına biz bir yerdə maddələr mübadiləsi deyəcəyik. Deməli, maddələr mübadiləsi dedikdə biz hidroliz və kondensləşmə proseslərini nəzərə almış oluruq. Burada bir karbohidratın təyini ilə bağlı bir
təcrübə keçiriblər. Belə ki, distillə olunmuş su götürüblər, eyni ölçülü kolbada tərkibində distillə olmuş suyun tərkibinə 0,1% nişasta əlavə ediblər, 0,1% nişasta əlavə ediblər və 1% nişasta əlavə olunub. Və sonra bunların hər birinin içinə yod məhlulu damızdırıblar. Və distillə olunmuş suya yod məhlulu damızdıranda yodun öz rəngi qalıbdır. Yəni heç bir dəyişiklik olmur. Çünki distillə olunmuş suyun tərkibində sudan başqa heç bir nə üzvü, nə qeyri-üzvü heç bir birləşmə yoxdur. Heç nə yoxdur. Tərtəmiz sudur. Ona görə də heç bir dəyişiklik olmur. Amma tərkibində nişasta varsa və nişastanın qatılığı artdıqca onun üzərinə biz yod damızdırdıqda nəticədə yodun rəngi nişasta yodun təsirindən rəngi dəyişməyə başlayacaq və əvvəlcə açıq bənövşəyi rəngdir və get-gedə tünd bənövşəyi rəng almağa başlayacaq. Ki, bu da onu göstərir ki, həmin məhlulun içində nişasta var. Əgər biz nişastanı təyin etmək istəyiriksə, ora yod əlavə etdikdə həmin o bir maddənin mi deyək, cismin mi deyək, rəngi dəyişib göy rəng, tünd göy rəng alırsa, demək ki, onun tərkibində nişasta, iri nişasta molekulu vardır. İndi nədən danışacağıq? Biz karbohidratlardan danışacağıq uşaqlar. Karbohidratların tərkibində karbon, hidrogen və oksigen, yəni 3 dənə hidrogen və oksigen, 3 dənə elementdən ibarətdir. Karbon tərkibində 3 element vardır. Və karbohidratlar özləri kimyəvi quruluşuna görə 2 yerə bölünür. Sadə və mürəkkəb karbohidratlar. Başqa sözlə sadə karbohidratlara biz şəkərlər də deyə bilərik. İndi gəlin bunu biz bu şəkildə yazaq. Demək, biz karbohidratları özünüzdə qeyd edin. Karbohidratları 2 yerə böldük. Sadə karbohidratlara və mürəkkəb karbohidratlara. Sadə karbohidratlar özləri də 2 yerə bölünür. Monosaxaridlərə və disaxaridlərə. Biz mürəkkəb karbohidratları başqa sözlə polisaxarid adlandıra bilərik. İndi buradan gəlin baxaq. Mono, dis, poli nə deməkdir? Mono 1 deməkdir. Di 2 deməkdir. Poli çox deməkdir. Və sadə karbohidratların xüsusiyyəti odur ki, bunların gəlin funksiyalarını burada qeyd edək. Sadə karbohidratların funksiyası odur ki, onlar suda funksiya deməzdik, daha doğrusu xassəsi deyək, yəni düzgün yazmadıq. Sadə karbohidratların xassələri nədir? Suda həll olur, yaxşı həll olur. Yəni, buna başqa sözlə deyirik, hidrofildir, yəni suyu sevir. Və şirin dada malikdirlər. Şirin dada malikdir. Amma mürəkkəb karbohidratlar xassələrinə baxsaq isə, bunlar su sevmir, yəni suda həll olunur. Ona görə hidrofobdur, yəni suda həll olunur və şirin dadı yoxdur. Yəni şirin dad yoxdur. Şirin dada malik deyil. İndi gəlin hər birinə hansı maddələr, hansı molekullar aiddir yazaq. Monosaxaridlərə aid olanlar sadə karbohidratlar və yaxud da şəkərlər deyirik. Bura nə aiddir? Bura aiddir, baxın qeyd edirəm bir-bir. Bura aiddir glukoza, sonra fruktoza, galaktoza, eyni zamanda riboza və dezoksiriboza. İndi gəlin bunların oxşar fərqli xüsusiyyətlərini deyək. Oxşar xüsusiyyəti oldu ki, hamısı suda həll olur, şirin dada malikdir. Bütün glukozada, fruktozada, galaktozada bunların hamısının, bütün hər birinin kimyəvi formulunda 6 dənə karbon var, C6. Hidrogenin sayı 12 dənədir. Oksigenin sayı da 6 dənədir. Bax, bu üçünün hamısı C6, H12 O6-dır.
Amma riboza ilə dezoksiriboza da isə karbonun sayı 5 dənədir. Ona görə də biz bunlara başqa sözlə pentoza da deyə bilərik. İndi gəlin görək yaxşı, bəs bu qlukozaya biz harda rast gələ bilərik? Və bunların quruluşuna biz gəlin burada da baxa bilərik. Baxın, bax bu qlukozanın quruluşudur. Bu qalaktozanın, bu da fruktozanın quruluşudur. Qlukozanın quruluşunda baxanda görürük ki, hamısı eyni, oxşardır, hamısı 6 karbonludur. Bir dənə fərq o olur ki, burada OH aşağıdadır, qlukozada. Qalaktozda OH baxın karbonun yuxarı hissəsindədir. Qalan bütün formulda quruluş eynidir. Fruktozanın quruluşunda isə baxanda görürük ki, karbonların ikisi kənarda qalıb. Burada hər birində bir karbon kənarda qalıb. Burada ikisi kənarda qalıbdır. Və OH burada aşağı hissədədir, burada da təbii ki, yuxarıdadır. Yəni bu 5 bucaqlıdır. Fruktoza 5 bucaqlı olacaq, amma yerdə qalan galaktoza ilə glukoza 6 bucaqlıdır. İndi gəlin görək, bəs bunlara harda rast gəlinir? Təbii ki, təbiətdə ən çox geniş yayılanlar ilə bax, bu fruktoza, glukoza, galaktozadır ki, biz glukozaya rast gələcəyik. Deməli, bütün demək olar ki, bitki və heyvan hüceyrələrində biz, bitki və heyvanlarda həmin bax, bu glukozaya geniş rast gəlmiş oluruq. Və glukoza nəyin nəticəsində yaranır? Glukoza fotosintez nəticəsində yaranır. Fotosintez nəticəsində qlükoza yaranır. Oksigen, karbon, belə deyək, fotosintez nəticəsində karbon qazı və sudan işığın iştirakı ilə qlükoza və oksigen yaranmış olur. Və qlükozaya biz həm bitkilərdə rast gələ bilərik, həm heyvanlarda rast gələ bilərik, həm göbələklərdə rast gələ bilərik, həm bakteriyalarda rast gələ bilərik. Yəni bütün aləmlərdə biz onlara rast gələ bilərik. Fruktozaya biz yalnız meyvənin tərkibində rast gələ bilərik. Qalaktozaya biz süd şəkərinin tərkibində rast gələrik. Yəni laktozanın tərkibində rast gələ bilərik. Bu pentozalara isə riboza və dezoksiribozaya biz nuklein turşularının tərkibində rast gələ bilərik. Hansı nuklein turşularıdır? Elə onu qeyd edək. Riboza deməli, ribozaya rast gəlinir RNT-nin tərkibində, ribonuklein turşusunun, dezoksiribozaya DNT-nin, dezoksiribonuklein turşusunun tərkibində. Yəni, başqa sözlə, nuklein turşularının tərkibində biz riboza ilə dezoksiribozaya rast gələ bilərik. Fərq odur ki, ribozada 5 karbonludur və orada oksigen var. Oksigen iştirak edir. Dezoksiriboza 5 karbonlu, amma orada oksigen iştirak etmir və bunların ikisinə də biz nə dedik? Pentoza dedik. Bunlara isə nə deyəcəyik o zaman? 6 karbonludular. Biz bunlara 6 karbonlu heksoza deyəcəyik. Heksa 6 deməkdir. Penta da 5 deməkdir. İndi keçək disaxaridlərə. Disaxaridlər nədən təşkil olunur? Disaxaridlər iki monosaxaridin birləşməsindən yaranır. Yəni, 2 dənə monosaxaridi yan-yana qoysaq, biz disaxarid almış olarıq. Disaxaridlərə aid olan molekullar hansılardır? Bura aiddir maltoza, bura aiddir, deməli, və yaxud da biz buna süd səməni şəkəri deyəcəyik. Bura aiddir laktoza, və yaxud da süd şəkəri deyirik. Bu zamanda aiddir saxaroza. Və burada nə görüş alır? Görürük ki, hər birinin sonunda oza var. Görürsünüz, oza. Oza gördüksə, deməli söhbət karbohidratlardan gedir. Maltozanın başqa adı oldu süd şəkəri. Laktozanın başqa adı oldu, daha doğrusu maltozanın başqa adı oldu səməni şəkəri, üzr istəyirəm. Səməni şəkəri. Laktozanın adı oldu süd şəkəri. Saxarozansa adı oldu çuğundur və yaxud da qamış şəkəri. İndi gəlin görək, bunlar necə yaranır? Necə olur ki, maltoza yaranmış olur? Və bizim dərsliyimizdə çox qəşəng belə bunun izahını bizə veribdir. Burada biz birinci nə görürük? Biz burada birinci kondensləşməni görürük. Görürük ki, 2 dənə qlükoza, deməli qlükozanın formulu nə idi? C6H12O6 birləşir digər qlükoza ilə və bu zaman bir dənə su molekulu çıxmış oldu.
Və iki qlükoza birləşdi, maltoza yaratdı. Deməli, bu da qlükozadır. Bu da qlükozadır. Artıq bunun tərkibində olduğuna görə bura qlükoza yazılmır və bu özü bir yerdə adlanır maltoza. Və bu kondensləşmə zamanı oldu. Bu zaman iki dənə qlükoza birləşdi, bir dənə su çıxdı. Hidroliz zamanı isə maltoza su ilə reaksiyaya girir. Suyunun OH-ı ilə H-ını verir bunlara. Bax, burada bayaq gördünüzmü ki, burada bu prosesdə, baxın burada. Burada gördünüz, birinin OH-ı çıxdı, o birisinin H-ı çıxdı. Ona görə su oldu. Amma birləşəndə də H birinə gəlib birləşir suyun, OH da birinə birləşir. Və nəticədə yenidən kiçik sadə qlükoza, monosaxaridlərə ayrılmış oldu. Bax, bu elə deməli maltozanın, yəni səməni şəkərinin hidrolizi nəticəsində gördük ki, iki dənə qlükozadan təşkil olunmuşdu. O zaman qeydimizi aparsaq, belə qeyd apara bilərik ki, gəlin bunu deməli biraz aşağıda yazım sizin üçün. Demək, maltoza bu buna ait deyil. Bunu ayıraq. Maltoza nədən təşkil olunmuşdur? İki dənə qlükozadan təşkil olunur. Və yaxud da belə yazın. Qlükoza üzərinə qlükoza gəlirik. Qlükoza üstəgəl qlükoza. İki qlükozadan təşkil olunmuşdur. Laktoza o da qlükozadan bir də galaktozadan təşkil olunmuşdur. Sonra saxaroza və yaxud da çuğundur şəkəri və yaxud da qamış şəkəri deyirik. Bu nədən təşkil olunur? Bu qlükozadan bir də fruktozadan təşkil olunmuşdur. Gördünüzmü? Disaxaridlər iki monosaxaridin birləşməsindən yaranmış oldu. İndi isə gəlin danışaq polisaxaridlərdən. Polisaxarid adından da göründüyü kimi çoxlu sayda deməli monosaxaridlərin birləşməsindən yaranır. Yəni biz monosaxaridlərə baxın, muncuq kimi baxsaq, deyək ki, bu bir dənə qlükozadır. İkinci qlükozanı birləşdirdim. Üçüncü qlükozanı birləşdirdim. Bax, ikisini birləşdirdim, bir dənə su çıxdı. Birini də birləşdirdim, buradan bir su çıxdı. Bir dənə də qlükozanı birləşdirdim, bir su çıxdı. Əslində bir də dairə olmamalıdır da, bilirsiniz, 6 karbonlu deyə, heksozat deyə, 6 bucaqlı olmalıdır. Bir dənə də birləşdirdim. İndi gəlin görək, neçə dənə su çıxacaq? 1, 2, 3, 4. Deməli, üzərinə 4 dənə H2O gəldi. Demək ki, 5 dənə qlükoza birləşəndə 4 dənə su molekulu çıxır. N dənə qlükoza birləşəndə o zaman N çıx 1 molekul nə olar? Su çıxmış olar. Yəqin ki, bu sizə aydın oldu. Gəlin görək, bəs yaxşı. Polisaxaridlərə nəylərə aid etmiş oluruq? Hansı iri molekullara aid edirik? Təbii ki, polisaxaridlər hidrofobdur. Su sevmir, şirin dadı da yoxdur. Bura aiddir. Nişasta, uşaqlar, nişasta yalnız və yalnız bitkilərdə olur. Sonra bura aiddir glikogen. Glikogen olur heyvanlarda, bir də göbələklərdə. Əgər bizə desək ki, hüceyrənin tərkibində glikogen var, demək söhbət ya heyvandan gedir, ya da göbələk hüceyrəsindən gedir. Həmçinin bura aiddir selluloza. Bayaqları, yəni daha doğrusu birinci dərsdə biz selluloza haqqında danışmışdıq ki, o hüceyrə divarına, heyvan, bitki və bakteriyaların hüceyrə divarı sellulozadan təşkil olunmuşdur. Eyni zamanda mürəkkəb karbohidratlara aiddir. Bölmənin əvvəlində deyildiyi kimi, deməli, xitin, deməli, selluloza hara aid oldu? Bitkinin hüceyrə divarına aid oldu. Bəs yaxşı, xitin hara aid oldu? O da mürəkkəb karbohidratdır, polisaxariddir. Xitin aiddir bir göbələklərin hüceyrə divarına, bir də deməli buğumayaqların xarici skeletinə, eyni zamanda molluskaların çanağında da var. Xitin. Və biz nəyi baxaq? Nişasta dedik bitkidə var. Nişasta bitki hüceyrəsinin tərkibində var. Amma selluloza bitki hüceyrəsinin divarında var.
Yəqin bu fərqi anladınız. Glikogen heyvan hüceyrəsinin tərkibindədir və glikogen göbələk hüceyrəsinin tərkibindədir. Amma göbələk hüceyrəsinin divarı xitin tərkiblidir. Və nişasta özü çoxlu sayda qlükozadan təşkil olunur. Ona görə N dənə qlükoza yazaram. Glikogen özü də N dənə qlükozanın birləşməsindən yaranır və s. Və buradan da belə nəticə çıxır ki, bunun monosaxaridlərin birləşməsindən biz mürəkkəb polisaxarid almış olduq. Demək ki, karbohidratlar polimer birləşmədir. Uşaqlar, polimer nə deməkdir? Polimer o deməkdir ki, onun monomerləri olur. İndi burada biz gördük ki, polisaxaridlərdən olan, məsələn, nişastadır, glikogendir falandır. Bunların monomerləri eyni cür monomerlərdir. Bax, bunun monomeri, məsələn, nişastanın monomeri nədir? Qlükozadır. Eyni monomerlərdən təşkil olunubdur. Ona görə də karbohidratlar polimer birləşmədir. Bax, ona görə də buradan elə mürəkkəb karbohidratlara yazaq ki, onun bir xassəsi olaraq polimerdir. Yəni, onun monomerləri var. Ümid edirəm karbohidratlar haqqında deməli anlayışınız tam oldu. İndi gəlin isə danışaq. İndi isə danışaq. Biz nədən danışaq? Lipidlərdən danışaq. Lipidlər tərkibində karbon var, hidrogen var və oksigen var. Bir dənə fərq odur ki, yəni burada da 3 elementin üçü də var. Fərqi odur ki, karbohidratlarla müqayisədə bunlarda, lipidlərdə hidrogenin deməli oksigenə nisbəti karbohidratlarla müqayisədə daha yüksəkdir. Bizim bu kitabda burada hidrogen oksigenə nisbəti az yazıbdır, amma sizin dərsliklərdə, yəni burada fərq var bu PDF ilə sizin dərsliyin arasında. Dərsliğinizdə yazılıb ki, lipidlərin tərkibində çoxlu miqdarda, tərkibində oksigenin miqdarı azdır və oksigenin miqdarı az olduğuna görə hidrogen və oksigenin nisbəti karbohidratlara nisbətən daha yüksəkdir. Yəni oksigen azdır, hidrogen demək ki, çox olur burada. Ona görə böləndə məsələn 10 dənə hidrogen olur, tutaq ki, 2 dənə oksigen. Təbii ki, böləndə 12 daha böyük rəqəm almış olur. Ona görə də müqayisədə deyirik ki, nisbəti daha çox olur. Və lipidlərə müxtəlif birləşmələr aiddir. Yağlar lipidlərin ən geniş yayılmış bir belə deyək ki, birləşməsi yağdır. Demək ki, bütün yağlar lipidlərə aiddir. Amma bütün lipidlər yağ deyil. Çünki lipidlərin tərkibinə tutaq ki, cinsiyyət hormonları da aiddir. Yəni ona görə də biz bütün lipidlər yağdır deyə bilmərik. Amma bütün yağlar təbii ki, lipiddirlər. Bax, belə bir xüsusiyyət var. Ha, bax, bunu yadda saxlayın. Bütün qeyd eləyin özünüzdə. Bütün yağlar lipiddir. Amma bütün lipidlər yağ deyil. Bütün lipidlər yağ deyil. Bunu yadda saxlayaq. Və yağlar lipidlərin bir formasıdır və onların əsasən gliseroldan təşkil olunmuşdur lipidlər və 3 yağ turşusundan təşkil olunmuşdur. Və təxminən 20 dərəcə Selsidə, yəni otaq temperaturunda biz bilirik ki, yağlar iki cür olur. Heyvan mənşəli və bitki mənşəli. Heyvan mənşəli yağlar bərk olur 20 dərəcədə. Bitki mənşəli yağlar isə maye halında olur. Və bu da tərkibində olan yağ turşularına görədir. Yəni müxtəlif lipidlər yağ turşularına görə bir-birinə fərqlənir. Və yağlar karbohidratlardan fərqli olaraq təbii ki, onlar suda həll olmurlar. Suda həll olmur. Ona görə də onlar nə adlanacaq? Hidrofob birləşmə əmələ gətirirlər. Və dedik ki, bunların tərkibində gliserol var, bir də 3 dənə yağ turşusu var və bunlar yağ turşularıdır. Yağ turşusudur. Bu isə, bax bunu göstərən bu qırmızı gliseroldur. Bərk heyvan mənşəli, bərk yağlarda gliserol tam bir, belə deyək ki, şax bir quruluş əmələ gətirmiş olur. Amma bitki mənşəli yağlarda həmin bu yağ turşusu şax olur burada. Burada isə yağ turşusu bax belə əyilmiş şəkildə olduğuna görə maye halında olmuş olur. Bir də danışaq uşaqlar zülallardan.
Zülalların da tərkibində karbon var, hidrogen var, oksigen var. Əlavə olaraq burada azot elementinə də rast gəlinir. Həmçinin onların tərkibində hətta kükürt də ola bilər, fosfor da ola bilər və sairə digər atomlarda rast gəlmək olar. Və zülallar bütün hüceyrələrdə olur. Yəni bütün canlı hüceyrələrin hamısında zülala rast gəlinir. Çünki zülalın çox böyük funksiyaları var. Yəni çoxlu müxtəlif funksiyaları var. Mürəkkəb və onun molekulları, zülallı molekulları çox mürəkkəb quruluşa malikdir və ən böyük molekul kütləsinə malikdir. Yəni zülal karbohidratdan da, yağdan da daha iri molekul kütləsinə malikdir. Və bayaq ki dedik ki, karbohidratlar monomerdirlər. Belə monomerləri var. Onlar da birləşir, polimer birləşmə yaradır. Karbohidrat olur polimer, mürəkkəb karbohidrat olur polimer. Necə ki muncuğa belə düzürük də, sanki sep yaradırıq, sanki muncuqları belə düzürük. Eyni şeyi biz zülallara da deyə bilərik. Və zülal molekulları amin turşuları adlanan sadə molekullardan təşkil olunmuşdur. Biz polisaxaridlərdə baxanda gördük ki, hamısı qlükozadır, düzdürmü? Amma burada nə görürük? Burada görürük ki, bunun monomerləri, yəni bunun o kiçik sadə molekulları müxtəlif quruluşdadırlar. Müxtəlif ölçülüdülər, müxtəlif formalıdırlar. İndi burada şərti olaraq amin turşularını dairə, kvadrat, üçbucaq, romb kimi göstəriblər. Burada onu göstərmək istəyirlər ki, yəni bunlar fərqli-fərqli amin turşularıdır. Və bu fərqli-fərqli amin turşuları kondensləşir, yəni nə olur? Su çıxır. Bax, bunun üstünə su gəlir. Su çıxır, burada kondensləşmə gedir. Və nəticədə kondensləşməsi nəticəsində birləşərək uzun zəncirvari quruluşa malik olan amin turşularından ibarət zəncirvari bir quruluş əmələ gətirmiş olur. Sonra isə bu zəncirvari quruluş, axı bu sitoplazmanın tərkibindədir və o sitoplazmanın tərkibində bu zəncir şəklində qalmır. Bükülür, bax belə bükülür, qatlanır və zülal adlanır artıq. Bax bu. Bu artıq olur zülal. Zülal adlanan üç ölçülü molekul yaratmış olur. O 3D deyirik, 3D. Üç ölçülü, bax o şəkildə. Yəni, üç müxtəlif şəkildə, tərəfdən baxmaq olur. Və müxtəlif zülallar təbii ki, amin turşularının növünə görə, sayına görə, birləşmə ardıcıllığına görə fərqlənir, tərkibinə görə. Ola bilər ki, eyni sayda olsun. Tutaq ki, hamısı deməli 5 dənə deyək ki, amin turşusundan təşkil olunsun. Amma tərkibi də eyni olsun. Yəni 5-i də eyni tərkibli olsun. Tərkibi də eyni olsun. Məsələn, amma birləşmələri fərqli olsun da. Yəni bunlar eyni olsun. Çəkim sizin üçün. Amma ardıcıllığı, birləşmə ardıcıllığı fərqli olsun. Məsələn, uşaqlar, məsələn, 5 dənə amin turşusu götürürəm, tutaq ki, kvadratı olsun, üçbucaq olsun, daha sonra dairə olsun, romb olsun, bir dənə də ulduz olsun. Hə? İndi 2 dənə mən amin turşusu zülal düzəldəcəm. Eyni tərkibli və eyni sayda. Tutaq ki, ikisi də 8 dənə amin turşusudur. 1, 2, 3, 4, 5, 6, deməli 7, 8. Bax, bir dənə də çəkirəm. 8 olsun yenə də. 1, 2, 3, 4, 5, 6, 7, 8. Və bu fərqli amin turşulardır. Düzdür? Bax, bu birinci amin turşusu, bu ikinci amin turşusu. Hər birinin içində kvadrat var. Üçbucaq var, dairə var, romb var, ulduz var. Burada da üçbucaq, kvadrat, romb, üçbucaq, dairə, ulduz. Amma baxanda nə görürük? Say da eynidir. Bax, bu da 8-dir, bu da 8-dir. Tərkib eynidir, say eynidir. Amma
nə görürük? Birləşmə ardıcıllıqları fərqlidir və bu nəticədə gətirir fərqli zulalın yaranmasına gətirib çıxartır. Deməli, 3 dənə şərtinə görə bunlar bir-birindən fərqlənə biləcək. Birləşmə ardıcıllığı olsun, say olsun və tərkib olsun. Və biz yaxşı zülala necə təyin edə bilərik? Zülallar biz bilirik ki, həm heyvanların tərkibində olur, heyvan mənşəli qidalarda olur, həm də bitki mənşəli qidaların tərkibində zülal vardır. Məsələn, heyvanlardan südün, yumurtanın, dəniz məhsulları, toyuqdur, yağsız mal əti və s. bunlar heyvan mənşəli zulallardır və bunun tərkibində zülalın olub-olmadığını müəyyən etmək üçün yumurtanın ağını götürürük, onun üzərinə qələvi məhlulda həll olunmuş, məsələn, natrium hidroksida həll olunmuş mis deməli, sulfat məhlulunu görürük ki, mavi rəngdədir. Qələvdə həll olunmuş mis sulfat məhlulunu yumurtanın ağının üzərinə əlavə edirik və 5 dəqiqə gözləyirik. 5 dəqiqədən sonra görürük ki, məhlulun rəngi bənövşəyi rəngə boyanmış oldu. Bayaq biz karbohidratı həll edəndə göy rəngi almış oldu, tünd göyərdi, amma zülala əlavə edəndə isə bənövşəyi rəngdə boyanmış oldu ki, bu da orada zülalın olduğunu bizə sübut etmiş oldu. Eyni zamanda dedik ki, bitki qidalarında da, məsələn, soyadır, lobyadır, mərcidir, paxladır, avokadodur, portağaldır, qreypfrutdur. Bunların tərkibində də biz zülala kifayət qədər rast gəlmiş oluruq. İndi isə nədən danışaq uşaqlar? İndi isə danışaq nuklein turşularından. Nuklein turşularının tərkibinə bir DNT aiddir, dezoksiribonuklein turşusu. Bir də RNT aiddir, ribonuklein turşusu. Və nuklein turşularında da karbon elementi, hidrogen, oksigen, azot, fosfor və s. digər elementlər həmin bax bu iri molekullu üzvü birləşmələri əmələ gətirmiş olur. Nuklein sözünün mənası nukleus nüvə deməkdir. Niyə nüvə mənasından götürülür? Çünki ilk dəfə olaraq nuklein turşularını leykositlərin nüvələrində aşkar ediblər və ona görə də bu adı vermişdilər və iki növ dedik nuklein turşusu var. Dezoksiribonuklein turşusu və ribonuklein turşusu. Hər iki canlı orqanizmlərdə bax bu zülalların sintezini tənzimləməkdə əsas rol oynayır. Çünki DNT-də, RNT-də zülal haqqında olan məlumatlar yazılır və RNT, DNT olmasa, yəni zülal da sintez oluna bilməz. Təbii ki, zülal bütün canlılara lazımdır və zülal da sintez olmadısa, demək canlı məhv olub gedəcək. Eyni zamanda DNT bütün irsi xüsusiyyətləri müəyyən edilməsində, irsən keçən nəsildən nəslə ötürülən irsi xüsusiyyətlərinin müəyyən edilməsi, saxlanılmasında əsas rol oynayır. Bax, bu DNT. Bunlar xromosomların tərkibinə aiddir. Hər xromosom bir DNT molekulundan təşkil olunmuşdur. Nuklein turşusu molekulu özü, necə ki biz bayaq dedik ki, zülallar belə monomerlərdən təşkil olunub polimer birləşmədir, karbohidratlar polimer birləşmədir. Eyni şey biz nuklein turşularına da deyə bilərik ki, onlar da polimer birləşmələrdir. Bəs yaxşı, nuklein turşu, baxın, karbohidratların monomerləri sayıldı, onların deməli qlukoza deyə bilərik monomer olaraq onlara, monosaxaridləri yəni. Sonra zülalların monomerlərini biz amin turşuları adlandırırıqsa, nuklein turşularının monomerlərinə biz nukleotid deyəcəyik. Yəni sadə molekullarına onların biz nukleotid deyəcəyik. Baxın, görürsünüz burada. Nukleotidlər muncuq kimi yenə də düzülüblər və nuklein turşusunu əmələ gətirmiş olublar. Bəs yaxşı, gəlin baxaq görək. Bu nukleotid özü nədən təşkil olunmuşdur? Gəlin onu aydınlaşdıraq. Görək, deməli, nukleotid nədən təşkil olunub uşaqlar? Nukleotidlər, bir dənə vərəq açım. Nukleotid 3 hissədən təşkil olunub. Baxın, yazırıq. Nukleotid. Nukleotid nə oldu? Nuklein turşusunun monomeridir. Düzdür. Nukleotid 3 hissədən təşkil olunmuşdur. Birinci hissə azot əsası, ikinci hissə pentoza və üçüncü hissə fosfat turşusu qalığından təşkil olunur. 3 hissədən təşkil olunur. Biz bunu sxematik göstərsək, azot əsası belə göstərirəm.
pentozadan, 5 karbonludan, 5 karbon birleşmeden bir de fosfat. Bax, bu şəkildə göstəririk qısa olaraq. İndi isə gəlin görək, bəs yaxşı. Bunların hər birinin tərkibinə bəs nə aiddir? Deməli, nuklein turşularını belə biz üç hissəyə ayırmış olduq. Azot əsasları, bax burada şəkildə bir də diqqətlə baxaq uşaqlar. Bax bu nukleotiddir. Nukleotidin birinci hissəsi azot əsasıdır. İkinci hissəsi pentozadır, 5 karbonlu, ya riboza, ya dezoksiriboza və üçüncü hissəsi fosfat turşusu qalığıdır. Və biz buradan baxın, şəkər fosfat skletini göstərib bizə. Yəni pentozanı göstərib, 5 karbonunu göstərib və ora birləşən fosfat turşusu qalığını göstərib. İndi gəlin mən sizə bunu tam aydın olaraq göstərim. Azot əsaslarına bizə bura nə aiddir? Bura aiddir. Deməli, bir 6 karbonlu azot əsasları, bir də 2 atom halqasından təşkil olunmuş azot əsasları. Məsələn, guanin desək, bu 2 deməli atom halqasından təşkil olunmuşdur. Yəni belə göstərə bilərəm bunu. Əslində kitabımızda onun şəkli var. Baxın, belə 2 atom halqasından təşkil olmuşdur. Bax belə guanin bu şəkildədir. Sonra adenin azotlu əsası da bu şəkildədir. Bax, bu da belədir, bu da belədir. 2 dənə atom halqasından təşkil olunmuşdur. Eyni zamanda timin, sitozin azot əsası və urasil azot əsası. Amma bunlar isə bir dənə atom halqasından təşkil olunmuşdur. Yəni belə kobud da olsa belə göstərəcəm. Təbii ki, burada digər oksigenlər, karbonlar falan var. Məsələn, baxın, burada şəkildə baxsaq və görürsünüz, guanin 2 dənə atom halqasındandır, sitozin 1 atom halqasından təşkil olunmuşdur, timin deməli 1 atom halqasından təşkil olunmuş, adenin 2 atom halqasından, eyni zamanda urasil də timinə bənzəyir. Bu da 1 atom halqasından təşkil olunmuşdur. Bax, bunlar oldu azot əsasları. Daha sonra bizə nə gəlir? Pentozalar gəlir. Yəni 5 karbonlu. Bura nə aiddir? Bura aiddir dezoksiriboza. Bir də, yəni onu belə göstərəcəyik. Burada oksigen yoxdur. Bir də riboza. Fosfat turşusu qalığı da təbii ki, fosfor göstərə bilərəm. Yəni burada onu daha aydın göstəribdir. Tərkibində olan oksigenləri göstəribdir. Birləşmə və hidrogenlər, yəni fosfat turşu qrupudur da. Yəni burada oksigenlərlə birləşmiş fosfat molekuludur. Və biz bu DNT-ni və yaxud da RNT-nin molekulunu hazırlayan zaman nukleotidlərdən bax bunların hər birindən birini seçib bir nukleotid hazırlayırıq. Məsələn, gəlin bir dənə DNT-nin nukleotidlərini hazırlayaq. Bax, DNT-nin nukleotidlərinə hansılar aid? Bura DNT-ni yazacağam. Bura isə RNT-ni yazacağam. DNT özü 2 zəncirlidir. Bu xüsusiyyətlərini yazıram. RNT bir zəncirlidir. DNT-də deməli azot əsasları adenin, guanin, sitozin, timindir. RNT-də adenin, guanin, sitozin, urasildir. DNT-də fosfat pentozası dezoksiribozadır. Dezoksiriboza. Amma RNT-də isə riboza. Və gəlin DNT molekulunu quraq. Demək, birinci nədən başlayacaq? Birinci azot əsasından başlayırıq. Deyək ki, azot əsası adenini qoyduq. Ondan sonra nə gəlməlidir? Pentozası gəlməlidir. Dezoksiribozadır. Ondan sonra fosfat turşusu qalığıdır. Sonra birini də yazıram. Timin, sonra gəlməlidir pentoza və fosfat turşusu qalığı. Guanin, pentoza, fosfat turşusu qalığı. Əslində kitabımızda bu şəkildə verməyib uşaqlar. Mən bunu ona görə verirəm ki, DNT haqqında, RNT haqqında məlumatınız daha aydın olsun. Sonra adenin, timin, guanin və sitozin, yəni ancaq dedik bu da axı, yəni burada urasil yoxdur. Pentozası dezoksiribozadır və fosfat turşusu qalığı.
Və burada birincinin fosfat turşusu ilə ikincinin pentozası arasında rabitə yaranır. Ki biz bu rabitəyə kovalent rabitə deyirik. Bax belə. Bu şəkildə bunlar arasında rabitə yaranmış olur. Deməli, bu rabitə nə adlanacaq? Kovalent rabitə adlanmış olacaq. Demək, biz bir zəncirimizi qurduq. İkinci zənciri qurmaq üçün biz burada komplementarlıq prinsipindən istifadə edirik. Komplementarlıq prinsipində də nədir? Adeninin qarşısında həmişə timinli nukleotit durmalıdır. Guaninin qarşısında da həmişə sitozinli nukleotit durmalıdır. Baxın, adeninin qarşısında timinli nukleotit yazmalıyım. Çünki adenin, baxın burada şəkildə də baxsaz görərsiniz ki, adenin iki atomludur. Timin bir atomludur. Sanki bunlar puzzle necə bir-birinə geyindirdikdə bir-birini tamamlayır. Timinlə adenin bu şəkildə bir-birini tamamlayır. Sitozinlə də guanin bu şəkildə bir-birini tamamlayır. Böyüklə kiçik bir-birini tamamlayır. Timin dezoksiriboza fosfat turşusu. Timinin qarşısında adenin dezoksiriboza fosfat turşusu, guaninin qarşısında sitozin dezoksiriboza fosfat turşusu, sitozin qarşısında guanin dezoksiriboza fosfat turşusu qaldı. Bu şəkildə biz qurduq. Bir zənciri də birləşdiririk. Bunun pentozası, bunun fosfatından belə bu şəkildə birləşdirdik. İndi bunların arasındakı rabitəni qururuq. Bunlar arasında olan rabitə adlanır hidrogen rabitəsi. Adeninlə timin arasında həmişə 2 dənə hidrogen rabitəsi var. Guaninlə sitozin arasında həmişə 3 dənə hidrogen deməli rabitəsi olmuş olur. Baxın, 3 dənədir burada. 3 dənə. Deməli, adeninlə timin arasında 2 dənə hidrogen rabitə ilə birləşdirirəm. Timinlə adenin arasında 2 hidrogen rabitə, guanin sitozin arasında 3 dənə, guanin sitozin arasında 3 dənə rabitə. Və burada bizim bax bu olur birinci zəncir. Bu isə olur ikinci zəncir. Bax, ona görə bu deyirik iki zəncirlidir. Əslində bizim kitabımızda onu veribdir. Sadəcə olaraq o sizə tam aydın olmaz o hissə. Ona görə mən sizə onu izah eləməyə çalışıram ki, baxın, RNT molekulu deyil birdir, amma DNT molekulu iki zəncirlidir. Və biz iki zənciri də qurduq. İndi gəlin RNT-ni quraq. RNT-nin qurulmasında bir zəncirdir. Burada biz bunlardan istifadə edəcəyik. Yəni adenin, amma azot əsası adeninlə bununki də eynidir, DNT ilə bu. Amma burada dezoksiriboza olmayacaq, burada riboza olacaq. Burada oksigen olacaq və fosfat turşusu qalır. Yenə adenin və yaxud da məsələn bir dənə də guaniyə istənilən ardıcıllıqda qoya bilərsiniz. Ha, şərt o deyil ki, adenindən sonra mütləq guanin və yaxud da sitozin gəlməlidir. Bu ardıcıllıq fərqli olduğuna görə də fərqli ardıcıllıqların hesabına da nəticədə fərqli-fərqli DNT, fərqli-fərqli RNT molekulları düzəlir. Və bunun da əsasında fərqli-fərqli genetik müxtəlifliklər yaranır və bu genetik müxtəlifliklər də canlıları bir-birindən fərqləndirir. Yəni baxın, bu nukleotidlərin bu şəkildə ardıcıllığının fərqli olması, sayının fərqli olması gətirib fərqli irsi xüsusiyyətlərə gətirib çıxardır. Guaninin yanında yenə riboza olmalıdır dezoksiribozanın əvəzinə. Burada oksigen. Sonra sitozin olacaq. Riboza fosfat turşusu və urasil olacaq. Burada timin olmayacaq. Bax, burada timinin əvəzinə urasil oldu. Dezoksiribozanın da əvəzinə riboz oldu. Baxın, timinin əvəzinə urasildir. Dezoksiribozanın əvəzinə də ribozadır. İndi bunları yenə də kovalent rabitə ilə birləşdiririk. Və nəticədə nə aldıq? Bir dənə zəncir aldıq. Bu şəkildə. Bu da oldu nuklein turşularının bir-birindən fərqi. Timin əvəzinə RNT-də urasil oldu və RNT-də şəkər molekulu ribozadır. DNT-də isə dezoksiriboza. Deməli, 3 dənə mühüm fərqi də buradan danışdım. İndi gəlin uşaqlar, tapşırıqlara da baxaq. Bizə burada 3 dənə qida məhsulu verilib, A, B, C və götürüb A məhsulunun üzərinə, burada üzüm maddələrin tərkibini təyin etməyi bizdən soruşur. Yod məhlulu əlavə edəndə, yod məhlulu narıncı, qəhvəyi rəngdə qaldı, yəni rəngi dəyişmədi. Amma qələvi mühitdə bir neçə damcı mis sulfat məhlulu əlavə etdik. Orada da mis sulfat məhlulunun öz mavi rəngi qaldı. B-yə yod əlavə edəndə o yenə narıncı qəhvəyi rəng qalır, amma mis əlavə edəndə, misdən sulfat əlavə edəndə bənövşəyi rəng aldı. Deməli, B məhlulun içində nə var imiş?
zülal var imiş ki, o bənövşəyi rəngi alır. S-yə yod əlavə edəndə tünd göy rəngi alındı. Demək ki, burada nə var? Karbohidrat var. Həmçinin bənövşəyi rəngi aldı. Mis sulfat. Demək ki, burada həm də zülal var. Deməli, sizcə deyir, hansı sınaq şüşəsində amin turşuları ilə yanaşı qlükoza molekullarına da rast gəlmək mümkündür? Və burada C-də həm amin turşuları var, həm qlükoza. Amin turşusu zülalın tərkibindədir, amin turşusu karbohidratın da tərkibində qlükoza var. Amma yadda saxlayın uşaqlar. Yod, qlükoza yodun təsirindən göyərmir ha. Nişasta yodun təsirindən göyərir. Nişasta iri molekuldur. Odur yodun təsirindən göyərir. Amma qlükoza yox. Nə üçün qlükoza və ya amin turşuları tikinti blokları adlanır? Çünki qlükoza birləşir, polisaxaridi yaradır. Amin turşuları da birləşir, zülal yaradır. Təbii ki, ona biz tikinti bloku deyəcəyik. Tikintidə iştirak edən, yəni sanki daşlar kimi. Niyə? Müxtəlif qidalara ehtiyacımız var. Çünki hər bir qidanın tərkibində fərqli-fərqli üzvü birləşmələr olur və onların miqdarı da fərqli olur və hər bir üzvü birləşmələrin də bizim orqanizmimizdə öz rolu var, öz funksiyası var. Nişasta kimi mürəkkəb karbohidratlar və zülallar arasındakı əsas fərqlər nədir? Mürəkkəb karbohidratlar və deməli zülallar arasında olan əsas fərq o oldu ki, karbohidratlar eyni monomerlərdən təşkil olundular, amma zülallar fərqli monomerlər oldu, yəni amin turşuları. Əlavə olaraq da zülallar 3D quruluş əmələ gətirdilər və bunun da sayəsində zülallar daha çox funksiya yerinə yetirmiş olurlar. Və zülallar haqqında məlumatlar da DNT-də, RNT-də toplanmış olur. Yəni nuklein turşularında onun haqqında məlumat yığılmış olur. Niyə nuklein turşusu canlı orqanizmlər üçün əhəmiyyətlidir? Çünki təbii ki, nuklein turşusu irsi məlumatların nəsildən nəslə ötürülməsində, eyni zamanda zülalın sintezində əsas rol oynayır, iştirak edir ona görə. Bu qədər uşaqlar bu dərsimizdə. Ümid edirəm ki, hər şey sizə aydın oldu. Sağ olun, hər birinizə uğurlar arzu edirəm.